Sen buradan ağarsın. Mama dedi ki tezöyə gələsən. Mama beğen bilmir ki mən ekskursiyon. Bilir, ona görə dedi ki Qaysaraya, Tapiyedindən qutaran kimi tezöyə gəlsin. Ne oldu ki? Bilmirəm, özü deyəcəksə. Yaxşı, sen get öyə, mamiyə de ki mənim elə məktəbdə 2 dərsim var. Qutaran kimi gələm, get. Azərbaycanın nə qədər zəngin musiqisi, necə əzəmətli memarlıq inciləri var. Qulaq asın. Bu musiqi ruhumuzun sədası, tariximizin pıçıltısıdır. Döşünə gül taxmısan, əkisəni günəsən. Döşünə gül taxmısan, əkisəni günəsən. Baxdım sənə ya gülə ya, seçmədim gülü güldən. Baxdım sənə ya gülə ya, seçmədim gülü güldən. Sən günlərin gözəli ya, eşqimin bəzəyi. Sən günlərin gözəli ya, eşqimin bəzəyi. Şəki Xan Sarayı. Şəki Xan Sarayı əsl mühəndislik sirri. İnanmaq çətindir, amma bu 2 mərtəbəli möhtəşəm bina tikilərkən nə bir mismardan, nə də bir damla yapışqandan istifadə olunub. Özü gül olan gözəl, dərilmiş gülün ilə. Özü gül olan gözəl, dərilmiş gülün ilə. Sən gülü iləyirsən, yoxsa gül səni ilər. Sən gülü iləyirsən yar, yoxsa gül səni ilər. Sən güllərin gözəli yar, eşqimin bəzəyi. Sən güllərin gözəli yar, eşqimin bəzəyi. İçəri addım attığınız an özünüzü 18-ci əsrin canlı tablosunda hiss edəcəksiniz. Sarayın divarlarında zərif gül naxışları, riyazi dəqiqliklə həndəsi fiqurlar, xanın qüdrətini anladan ov və döyüş səhnələri canlanır. Və o sehirli an. Günəş şəbəkədən süzüləndə saray rəngarəng bir nağıl dünyasına çevrilir. Bu sadəcə bir bina deyil, insan zəkası ilə işığın möcüzəvi vəhdətidir. Qəşəksən, o dərilib səni səyar, dərilməmiş çiçəksən. O dərilib səni səyar, dərilməmiş çiçəksən. Sən güllərin gözəli yar, eşqimin bəzəyi. Sən güllərin gözəli yar, eşqimin bəzəyi. Этого уникального сооружения является и то, что в его строительстве не было применено ни одного гвоздя. Да-да, представляете? Ни одного гвоздя. Скажите, а эти стеклышки в окнах, их красят до того, как вставляют в рамы, или после? Какие стеклышки? Это не стеклышки, ханым. Это шабаке. А, шабака? Да, шабаке. А теперь прошу вас, пройдемте и посмотрим зал дворца. Пожалуйста.